rəqəmsallaşma və süni intellekt və xüsusilə rəqəmsallaşma artıq bizim qarşımızda duran bu çətinliklərin aradan qaldırılmasında çox əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il rəqəmsal inkişaf konsepsiyası ilə həqiqətən də bizim dövlət orqanlarının və xidmətlərinin rəqəmsallaşması və süni intellekt texnologiyanın tətbiqi ilə bağlı hədəflər müəyyən olunmuşdur və bundan irəli gələrək bir çox dövlət orqanlarının fəaliyyətində rəqəmsallaşma ilə bağlı çox mühüm islahatlar aparılmışdır. Nümunə olaraq biz 2025-ci ilin may ayında qəbul olunmuş qanunla Azərbaycan Respublikasının icra qanunvericiliyinə edilmiş dəyişikliklər göstərə bilərik. Belə ki, maliyyə bazarlarına məlum olan müəyyən elektron pul təşkilatlarına saxlanılan pul vəsaitləri ilə bağlı bizim icra sistemində addımlar atıla bilinmirdi. Çünki bununla bağlı icra qanunvericiliyində hər hansı tənzimləmə mövcud deyildi. Lakin 2025-ci ilin may ayında edilmiş dəyişikliklə tələblərin, borçların bank və kredi təşkilatlarında və eyni zamanda onların elektron pul təşkilatlarında olan hesablarına tələblərin yönləndirməsi ilə bağlı müvafiq dəyişikliklər edilmiş oldu. Və bununla yanaşı biz borçlu fiziki şəxsin və borçlu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı dəyişiklikləri də vurğulaya bilərik. Hansı ki, bu proses artıq rəqəmsallaşıb